Millətimiz içərisində qəribə bir dünya var. AZ TV-nin, ondan yanaşı dövlətə bağlı olan ictimai TV və digər televizyonlarda hər gün millətimizin təhqir olunması, dövlətimizin atributlarına qarşı bir mübarizə olduğunu dilə gətiririk, reaksiya olmur. Amma yeyinti olub, neçə milyon dənə hamı deyir, o nə yeyintisidir. Həm millətimiz ən böyük, milyardlarla, trilyonlarla vurulan zərbə, ideoloji zərbədir. Onlardan birində Ruporaz dev olub. Dilimizin pozulması oradan başlayır. Türkçəsinin tərcüməsi. Rus dilində sabah verilişlərinin verilməsi. Digər tərəfdən Şabanın filmini verirlər, o Kemal Sunalında, doğru mu? Orada bir onun sözündən başqa hamısını tərcümə edir. Bu nə deməkdir? Ayıb deyil. Bu nədir? Həqiqətən. Bu AZ TV bunların lideri edib. Azərbaycanda dilimizin bayağılaşdırılması uğrunda mübarizənin aparıcısı son 30 ildə Ramiz Əmberoviç olub. Niyə? İran adlanan Azərbaycanda təbii ki, dilimizi çalışıblar Fars, Türk dilindən qarışıq bir dilə çevirib desinlər ki, bu Azəri dilidir. Elə bir dildə oradakı insanlara öyrətməyə çalışıblar ki, onlarla biz danışanda aramızda bir anlaşılmazlıq olsun, məsafə olsun. Bizi də çalışıblar ki, Batı dünyasından, Kuzey dünyasından ortaq sözlərlə elə hərləsinlər ki, bir Təbrizli, bir Bakılı ilə oturanda bir-birini anlaya bilməsin. O desin ki, bunlar ayrı millətdir, biz də ayrı millətik.